Yeni iPhone modellərinin təqdimatına aylar qala bir çox mənbədən fərqli məlumatlar sızdırılmağa başladı. Bu məlumatların gerçəyə ən yaxın olanlarını sizlər üçün ayırmışam. Gəlin bu məlumatlara birlikdə nəzər salaq. Gələn məlumatlara görə Apple iPhone 18 seriyası ilə illərdir davam edən ənənəvi təqdimat tarixini dəyişir. Şirkət bu iki modelləri iki fərqli təqvimdə bazara çıxaracaq. Payız aylarında 18 Pro və Pro Max modellərini, bir də çoxdandır gözlənilən Fold modellərini təqdim edəcək. Növbəti ilin yaz aylarında isə 18 və 18Y modellərini birlikdə bazara çıxaracağı deyilir. Payız aylarında təqdim olunacaq modellərin sızdırılmış texniki detallarını birlikdə nəzər salaq. iPhone 18 və 18 Pro Max modelləri TSMC-nin ən qabaqcıl 2 nanometrlik istehsal prosesindən keçən A20 Pro çipi ilə təchiz olunacaq. Bu arxitektura əvvəlki prosesora nisbətdə 15% performans artımı və 30% enerji səmərəliliyi vəd edir. Süni intellekt yükləmələri üçün hər iki model standart olaraq 12 GB RAM ilə gələcək. Ekran ölçüləri 6.3 və 6.9 düym olaraq qalır. Lakin yeni optik sensorlar sayəsində dinamik ada kəsi ilk dəfə 35% daha da kiçiləcək. Əsas kamerada isə f1.4 və f2.4 arasında fiziki olaraq dəyişən diafraqma sistemindən istifadə olunacaq. Həmçinin 18 Pro Max modelində batareya həcminin ilk dəfə 5100 və ya 5200 mAh səviyyəsinə çıxarılacağı bildirilir. Sızdırılan məlumatlar arasında isə bu ilin əsas rəng tonunun tünd gilas dark cherry tonu olacağı bildirilir. Payız təqdimatının ən strateji cihazı isə iPhone Fold olacaq. Apple'ın ilk qatlana bilən bu smartfonu daxilə doğru açılan kitab dizaynına sahibdir. Qapalı halda 5.5 düymlük standart ekrana, tam açıldıqda isə 7.8 düymlük çevik AMOLED panelə çevrilir. Cihaz gücünü A20 çipindən alacaq və Pro modellərindəki kimi 12 GB RAM ilə gələcək. Kamera tərəfində 2 ədəd 48 megapiksellik arxa modul və xarici ekranda 24 megapiksellik ön kamera yer alacaq. Mühəndislərin ekranın ortasındakı qırışığı yox etmək üçün korpusa inteqrasiya olunmuş xüsusi Touch ID sensorunu sınaqdan keçirdiyi bildirilir. Bu yeni təqdim olunacaq Fold modelinin qiymətinin isə minimum $2000-dan başlayacağı bildirilir. Bu il təqdim olunacaq modellər bunlardır. Bəs gələn ilin yazında bizlər hansı modellər gözləyir? Burada əsas diqqət iPhone 18 və 18Y modelləridir. Artan komponent və operativ yaddaş xərclərinə görə bu modellərin gələn ilin yaz aylarına təxirə salındığı bildirilir. Bu modellər standart olaraq 6.3 düymlük ekran ölçüsü ilə gələcək. Lakin bu iki əsas texniki irəliləş ondan ibarətdir ki, standart modellər də 2 nanometrlik A20 çipi ilə və Apple Intelligence funksiyalarının tam işləməsi üçün 12 GB RAM ilə təchiz olunacaq. Kamera tərəfində isə dəyişkən diafraqma olmayacaq. Cihaz mövcud 48 megapiksellik sensor quraşdırmasını saxlayacaq. Daha bütçəli 18Y versiyası isə eyni prosesor ailəsini daha sadələşdirilmiş material və kamera modu ilə təklif edərək qiyməti aşağı çəkəcək. Mən nə qədər inanmasam da növbəti ilin yaz aylarında Air modelinin ikinci seriyasının da təqdim olunacağı deyilir. Air 2 modelinin 6.5 düymlük ekranla gələcəyi və onun da A20 çipindən güc alacağı bildirilir. Apple Air modellərində gözlədiyi satış rəqəmlərini ala bilmədi.